6A sinifi ilə 7B sinifi arasında siyasi xəritə yarışmasına xoş gəldiniz. Uşaqlar, yarışmamıza hazırsınız? Elə isə siyasi xəritə yarışmasına başlayaq. Diqqət, hazırsınız? 6A'dan Firdevsi, 7B'dən Salih. Sualım, qələmi arxaya aşağı salırsınız. Əlini qaldırmaq olmaz. Əfqanistan. Salih qalib gəldi, almışlar. Şahin, Zəka. Hazırsınız? Sualım, Yəmən. Şahin qalib gəldi, almışlar. 6A'dan Fatimə, 7B'dən Sübhan. Hazırsınız? Diqqət, sual. Türkmənistan. Sübhan qalib gəldi. 6A'dan Leyla, 7B'dən Qüdrət. Sualım, İtaliya. Başqa suala keçdik, əliniz aşağı salırsınız. İraq. Bəli, Leyla qalib gəldi. 6A'dan Nərmin, 7B'dən Məhəmməd. Sualım, Pakistan. Bəli, Məhəmməd qalib gəldi. 6A'dan Arif, 7B'dən Murad. Hazırsınız uşaqlar? Misir. Bəli, Arif qalib gəldi. 6A'dan Gülçin, 7B'dən Məhəmməd. Sualım, İspaniya. Məhəmməd qalib gəldi. 6A'dan Selcan, 7B'dən Ələskər. Sualım, Əlcəzair. Bəli, Selcan qalib gəldi. 6A'dan Fatimə, 7B'dən Elman. Sual, Almaniya. Bəli, Elman qalib gəldi. 6A'dan Zəhra, 7B'dən Əli. Hazırsınız? Sualım, Özbəkistan. İkinci suala keçirik. Türkiyə. Əli qalib gəldi. 6A'dan Könül, 7B'dən Aytaç. Hazırsınız uşaqlar? Sualım, Qırğızistan. İkinci suala keçdik. Monqolistan. Aytaç qalib gəldi. 6A'dan Fidan, 7B'dən ikinci Aytaç. Sualım, Ukrayna. Bəli, Fidan qalib gəldi. 6A'dan Aysun, 7B'dən Aysel. Hazırsınız uşaqlar? İran. İran. İkinci suala keçirik. Niger. Bəli, Aysu qalib gəldi. Almışlar uşaqlar. 6A'dan Aysun, 7B'dən Melisa. Hazırsınız uşaqlar? Sualım, Səudiyyə Ərəbistanı. Səudiyyə Ərəbistanı. Bəli, Aysu qalib gəldi. 6A'dan Xaliq, 7B'dən Zenfira. Hazırsınız uşaqlar? Fransa. Bəli, yox. Bəli, bəli, afərin. 6A'dan Eldar, 7B'dən Nicar. Hazırsınız uşaqlar? Sualım, Nepal. Nepal. Başqa sual verirəm. Qazaxıstan. Bəli, Nicar qalib gəldi. 6A'dan Nurəddin, 7B'dən Salih. Sualım, hazırsınız uşaqlar? Bəli. Polşa. Bəli, Salih qalib gəldi. 6A'dan Mir Yusif, 7B'dən Sübhan. Hazırsınız? Sual, Tunis. Bəli, Sübhan qalib gəldi. 6A'dan Mustafa, 7B'dən Məhəmməd. Hazırsınız uşaqlar? Sualım, Suriya. Suriya. Bəli, Məhəmməd qalib gəldi.
6A'dan Şahin, 7B'dən Məhəmməd. Hazırsınız uşaqlar? Qələmi aşağı salırıq. Somali. Məhəmməd qalib gəldi. 6A'dan Leyla, 7B'dən Elman. Hazırsınız uşaqlar? Ukrayna. Bəli, Elman qalib gəldi. 6A'dan Arif, 7B'dən Əli. Hazırsınız? Belarus. Bəli, Əli qalib gəldi. 6A'dan Selcan. Uşaqlar səssizliyə riayət edirik. 7B'dən isə Aytaçdır. Sualım. İtalya. Bəli, Selcan qalib gəldi. 6A'dan Fidan, 7B'dən Nicar. Hazırsınız uşaqlar? Sudan. Bəli, Nicar qalib gəldi. 6A'dan Aysu, 7B'dən Salih. Sualım Əlcəzair. Bəli, Salih qalib gəldi. 6A'dan Aysun, 7B'dən Süpan. Sualım Mavritaniya. Afrika ölkəsidir. Bəli, Süpan qalib gəldi. Mustafa bəy, Xaliq və Məhəmməd. Sual Çad. Bəli, Xaliq qalib gəldi. Mustafa qalib gəldi. Uşaqlar, deməli, yaşın nəticəsinə əsasən 6'lardan cəmi 2 nəfər, 7'lərdən isə 6 nəfər qalıb. Ona görə Selcan, sizdən çox şey asıdır. Diqqət, sual. Sualım Norveç. Bəli, Selcan qalib gəldi. Özünüzü təqdim eləyin. Xaliq və Elman. Uşaqlar, səssizlik. Yarışa mane olmayın, səssizlik. Bəli, sual. Finlandiya. Xeyr, xeyr. Xeyr. Bəli, bəli, bəli. Xaliq qalib gəldi. Növbəti sual, diqqət. Sualım Böyük Britaniya. Yox, bir dəqiqə mən. Böyük Britaniya. Böyük Britaniya. İkinci suala keçirəm. Sualım Özbəkistan. Bəli, Selcan qalib gəldi. Xaliq və Nicar. Uşaqlar, diqqətli olun. Sual. Diqqətli olun. Uşaqlar, səssizlik. Sualım İsveç. Bəli, Xaliq qalib gəldi. Selcan və Salih, hazırsınız? Sual. Səssizlik. Rumıniya. Rumıniya Avropa ölkəsidir. Bəli, Salih qalib gəldi. Sual verəndə səssizlik. Diqqət, sual. Sualım Çexiya. Bəli, Xaliq qalib gəldi. Uşaqlar, finalçılardır. Kim qaldı? 2 nəfər qalıb. Diqqət. Beləliklə 6A'dan finala Xaliq, 7B'dən isə finala Salih çıxdı. Gəlin onları alqışlayaq. Uşaqlar, mənə baxın. Salih, mənə baxın. Sizi təbrik edirəm, finalçılarsınız.
İndi isə sualımı verirəm. Diqqət, final sualı. Biraz bu Arkaya durun. Hə, yaxın durun ikinizdən. Sual. Kamerun. Bəli, Salih qalib.